nisbət verirlər ki, buyurur, ləzzətləri nabud edən, sıradan çıxaranın fikrində çox olun. Yəni o şey ki, ləzzətləri nabud edər, ləzzətləri məhv edər, sıradan çıxarar, onun fikrində çox olun. Soruşulur Peyğəmbərdən ki, ya Rasulallah, o nədir? Cavabında buyurur ki, ölümdür. Ölümdür. Deməli, ölüm ləzzətləri nabud edər, sıradan çıxardar. Həyatı qaydaya salar, həyatı tənzimləyər. Həyatımızda artıq şeylərin hamısını kənarlaşdırar. O kəs ki, həqiqətən ölümü yad edir, Peyğəmbərimiz buyurur, o kəs ki, həqiqətən ölümü yad edir, yaşayışının rahat və bolluq dönəmində qüruru sıradan çıxar. Dünya ona dar gələr. Bizim iki cür halımız var. Ya bolluq içində, rahatlıq içində yaşaya bilərik, ya o vəziyyətdəyik, ya sıxıntılar içində, problemlər içində. Üçüncü hal yoxdur. Peyğəmbərimiz deyir ki, ölüm neyniyir? Qaydaya salır hamısını, ölümü xatırlama. Əgər bir kəs rahat və bolluq içində yaşayırsa, ölümü xatırlasa, qüruru sıradan çıxar. Yersiz mənəm-mənəmi, rahatlığı, təkəbbürü sıradan çıxar. Qüruru sıradan çıxar. Dünya ona dar gələr. Ölümü xatırlayanda başa düşər ki, bunlar bir şey deyil. Bunlar düzgün istifadə olunsa bir şeydir. Əgər düzgün istifadə olunmasa bir şey deyil bunlar. Yaşayışın rahatlığının eyfariyasının, yaşayışın rahatlığının o mənasız hala gəlib çıxmağını imkan verməz ölümü xatırlama. İkinci tərəfini Peyğəmbərimiz açıqlayır. Əgər sıxıntı və çətinlikdə olar, ölümü xatırlama fikri sıxıntıdan qurtuluş verər. Və dünya bunun nəzərində geniş və rahat görsənər. Çox önəmli bir məsələdir. İnsanlar bəzən bu həyatda rastlaşdığı çətinliklərdə, böhranlarda, ağrılarda elə bilir ki, da bundan pisi yoxdur. Ölümü xatırlasa, bu çox rahat görsənər. Ölümü xatırlasa, qəbr əzabını xatırlasa ki, bir gün öləndə sorğu sualı var, bu həyatdakı çətinliyi və narahatlığı və gərginliyi həddən artıq kiçik görsənər. Bura onun üçün bir rahat meydança kimi gələr. Dar qəbrin yanında bura çox rahat, geniş bir imkan kimi gələr. Bir də diqqət edək, Peyğəmbərimiz buyurur ki, ləzzətləri nabud edən, sıradan çıxaranın fikrində çox olun. Soruşulur, ya Rasulallah, o nədir ki? Cavabında buyurur, ölümdür. Ölümün fikrində çox olsuq, işlər düzəlir. Yəni, əgər gerçəkdən ölümü yad eləsək, yaşayışımız rahat və bolluq olanda da çaşmayacaq. Yaşayışımız ağrılı, narahat, böhranlı, sıxıntılı olanda da üzülməyəcək. Hər iki hal üçün dərmandır ölümü yad eləmək. Bu da bir nöqtə ki, Allahdan üstürü bizə bu ayda ölümü xatırlamanı nəsib eləsin. Mən də həqiqət bugün də bu mövzunu seçəndə dedim, birdən narahatlıq bəzilərində yaranar ki, neçə gündür ölümdən danışırıq. Biz hər gün 24 saat yalandan bizlərə həyat təqdim edirlər. Televizordan, küçələrdən, hər yerdən bizə ancaq və ancaq yalançı yaşama siqnalları verirlər. Bizlər onsuz da
Onsuz da bütün günü ölümdən uzaq və yaşama siqnalları alırıq. Müvəqqəti yox, davamlı burada qalmaqlıq siqnalları alırıq. Bu mənada bunun xatırlanmasının bu ayda inşallah ki, hər birimizin aqibəti üçün xeyirli olar.